həqiqətən də Kərbəla hadisələrinə baxanda görürsən ki, çox mühüm məsələlər var Kərbəla məsələsində. Qeyd etdiyim kimi, yəni Kufə əhli etibarsız, tarix onları bizə çox, belə deyək də, yaxşı qələmə verməyib. Demək İmam Hüseyn əleyhissalam Kufə əhlinə Müslümün sözündən sonra inam yarandı İmam Hüseyn qəlbində, yoxsa elə? İmam Hüseyn əleyhissalam isə əlbəttə ki, o məktublara cavab olaraq gəlirdi. Yəni imamın gəlişi də hikmət üzündən idi. Yəni imam əlazı boş-boşuna gəlmirdi. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, bizim Kərbəla ilə bağlı, yəni İmam Hüseynin qiyamı ilə bağlı müzakirələrimiz davam edir və biz keçən verilişdə qeyd elədik, danışdıq ki, İmam Hüseyn əleyhissalam Mədinədən Məkkəyə hicrət elədi, ona görə ki, canı təhlükədə idi və ailəsi təhlükədə idi və həmçinin İmam Hüseyn əleyhissalam Məkkəyə gələndə təbliğatlarla məşğul oldu, Yezidə beyət eləməməyinin səbəblərini açıqladı və İmam Hüseyn əleyhissalamın Kufəyə üz tutmağına da səbəb Kufə əhlinin məktubları oldu. Və Hindistanın dövlət xadimi olan Mahatma Gandhi belə bir fikir bildirib İmam Hüseynlə bağlı. Deyir ki, mən İmam Hüseyn əleyhissalamın İslamın o böyük şəhidi, böyük bir şəxsiyyəti olan İmam Hüseynin həyatını dəfələrlə oxumuşam, dəfələrlə mütaliə eləmişəm və orada insanların nümunə götürməli məqamları çoxdur. Və əgər Hindistan əhli istəyirsə qalib olsun, İmam Hüseyn əleyhissalamı özünə bir örnək götürməlidir, nümunə götürməlidir. Və həqiqətən də Kərbəla hadisələrinə baxanda görürsən ki, çox mühüm məsələlər var Kərbəla məsələsində və məsələn adicə İmam Hüseyn əleyhissalamın Məkkədən Kərbəlaya, daha doğrusu Kufəyə üz tutmasında məsələn baxırsan ki, İmam Hüseyn əleyhissalam burada mühüm məsələlərinə daha çox diqqət yetirir. Məsələn, Kəbəni ziyarət eləmək əhəmiyyətli bir şeydir, amma hal-hazırda mühüm olan, yəni indi hal-hazırda səndən tələb olunan nədir, onu icra eləməlisən. Məsələn, fərz elə ki, namazın özü çox əhəmiyyətli bir şeydir. Namaz barədə hədislər çoxdur, ayələr çoxdur. Namazı əvvəl vaxtda qılmaq. Amma görürsən ki, məsələn, namazı əvvəl vaxtda istəyirsən qılmaq, görürsən valideyn məsələn sənə çağırır ki, filan işin dalınca get. Orada İmam Hüseyn əleyhissalam başa salır ki, burada namazı qılmaq əhəmiyyətlidir, amma mühüm, səndən hal-hazırda tələb olunan nədir? Gedib onu icra eləməlisən. Və İmam Hüseyn əleyhissalam Kufəyə getməmişdən əvvəl İmam Hüseyn əleyhissalam Müslim ibn Əqili göndərdi Kufəyə. Bunu hansı məqsədlə göndərdi? Bunu Kufəyə göndərəndən sonra Müslim ibn Əqil harda getdi, qaldı Kufədə? Bunu inşallah biz bu günləri müzakirə eləyəcəyik Hacı Zamin müəllimlə inşallah. Buyurun müəllim. Bismillahirrahmanirrahim. Xoş gördük əziz dinləyicilər. Əziz İslam Peyğəmbərinin vəfatından təbidi ki, çox da elə bir zaman kəsimi keçməmişdi. İmam Hüseyn əleyhissalamın qiyamı baş verdi. Əlbəttə ki, Kufə elə bir yer idi ki, elə bir cəmiyyət idi ki, onlar İmam Hüseyn əleyhissalam bunu dəqiq bilirdi. Yəni, atası Həzrəti Əli əleyhissalamdan necə rəftar eləyiblər. Yəni, onlar elə bir cəmiyyət idi ki, üzr istəyirəm, dilləri bir söz deyirdi, qəlbləri tamam ayrı bir şeydi. Yəni, dilləri bir söz deyirdi, qəlbləri tamam ayrı bir şey deyirdi. Və elə buna görə də İmam Hüseyn əleyhissalam Müslim ibn Əqili öz elçisi olaraq Məkkədə olanda o məktublar ki, gəlmişdi, biz keçən mövzularda dedik, təqribən 12 minə qədər məktublar İmam Hüseyn əleyhissalam yetişmişdi və mümkün deyildi ki, İmam Hüseyn əleyhissalam bunlara cavab verməsin. Çünki ilahi höccət idi və höccəti tamamlamalı idi və boynunda bir vəzifə idi, çağırışa cavab versin. Qeyd etdiyim kimi, yəni Kufə əhli etibarsız, tarix onları bizə çox, belə deyək də, yaxşı qələmə verməyib. Yəni onların halı həyatından da hiss olunurdu elə. Yəni çox etibarsız insanlar idi. Əli əleyhissalam, yəni Allahın hidayət nuru olan, hansı ki Həzrət Peyğəmbər Qədrxum hadisəsində buyurdu ki, mən
özündən sonraki Əli əleyhissalam ki, canişin təyin elədi. Yəni o cəmiyyətin müəyyən qədəsi Əli əleyhissalamı tanıyırdı, bilirdi. Ondan əlavə Həzrət Peyğəmbər bir çox hədislərdə, xüsusən Səqələyn hədisində ki, buyurur: "Mən sizin aranızda 2 dənə əmanət qoyuram, biri mənim əhl-i beytim və biri də Quran." Və bunlar gəlib qiyamətin günü behişdə Kəvsər hovuzunun yanında mənə çatana qədər bir-birindən ayrılmaz. Bu nə deməkdir? Yəni bunlardan möhkəm yapışın, bunların ardınca gedin. Amma Kufə əhli, Əli əleyhissalam ki, orada xilafətdə olanda Əli əleyhissalamdan elə bir rəftar elədilər. İlahi hidayət nuru olan Əli əleyhissalamı cana doydururlar. Yəni Həzrət Əli əleyhissalam hətta onlarla başqa bir Nəhsül Bəlağədə ki, Əli əleyhissalamın o xutbələrinin toplusudur. Orada bir yerdə buyurur ki: "Ya əyyuhər rical və la rical." Deyir, ey kişi olub kişiyə oxşamayanlar. Başqa bir xutbədə buyurur ki: "Mən sizə yayda dedim gedəyim müharibəyə, siz dediniz ki, istidir. Payızı dedim, dediniz ki, əkinəcək vaxtıdır. Qışı dedim, dediniz soyuqdur. Yazı dedim, dediniz ki, artıq bütün bağ, bostan və digər şeylərin yetişən vaxtıdır." Belə bir dənə cəmiyyət idi. Bəs onların... Buyurun. Burada bir sual var. Etibarını üzr istəyirəm yoxlamaq üçün və onların sədaqətini yoxlamaq üçün Müslim İbn Əqili elçisi olaraq Kufəyə göndərdi. Məsələn, İmam Hüseyn əleyhissalam Kufənin bu qədər vəfasızlığını bilirdi. Bəli. Məsələn, Müslim İbn Əqili göndərdi Kufəyə və buna rəğmən düzdür, Müslimdən xəbər gəldi İmam Hüseyn əleyhissalam ki, bunlar səni dəstəkləyirlər, gəl rəhbərlik elə. Buna rəğmən yenə də mi İmam Hüseyn əleyhissalam Kufə əhlinə Müslimin sözündən sonra inam yarandı İmam Hüseyn qəlbində, yoxsa elə... Yox, o məktublar ki yazmışdılar, onun kimi. Yəni belə deyək də, məsələn İmam Hüseyn əleyhissalam Müslimin sözünü eşidəndən sonra Kufə əhlinə inam yaranıb yola düşdü, yoxsa sadəcə höccəti tamamlamaq üçün ki, qoy məsələn belə deyək, sonrakı tarixi səhifələrdə deməsinlər ki, İmam Hüseyn əleyhissalama məktub gəldi, İmam Hüseyn əleyhissalam cavab vermədi. Bu cəhətdənmi yola düşdü, yoxsa həqiqətən belə qəlbində bir inam yarandı ki, həqiqətən bunlar dəstəkləyəcəklər məni? Əlbəttə ki, İmam Hüseyn əleyhissalam yəni imamın bütün işləri hikmət üzrindədir, yəni səbəbsiz deyil. Və İmam Hüseyn əleyhissalam deyəcək ki, qeybi elmlə bilirdi, bunlar itaət eləməyəcək və höccəti tamamlamaq üçün qiyamətdə desin ki, yox da mən gəldim, siz yox, belə deyil. Çünki imam insanların hidayəti üçündür. O məktublar ki yazmışdılar 12.000, yəni bunlar İmam Hüseyn əleyhissalamda belə deyək də, yəni artıq cəmiyyətin imamını istəməsin hissi yaratdı. Və imam da özünə vəzifə bil ki, getsin ora. Dediyim kimi, bunlar etibarsız idilər. Əlbəttə ki, bunların da Müslim İbn Əqilin belə təş qoymasının səbəbləri çox qorxaq idilər. İbn Ziyad ki, gəldi Kufəyə, gecə vaxtı gəldi, çatdı və Haninin hadisəsi ki baş verdi. Birinci Muxtar Səqəfinin evində gizlənmişdi, oradaydı. Deməli, Abdullah ibn Ziyadın bir qulamı var idi, Muəqqəl adında, casus idi. Hanın evinə gedib gəlirdi. Bütün məlumatları vermişdi, xəbər vermişdi. Bəs ona görə də Hanın evinə, Muxtar Səqəfinin evindən üzr istəyirəm, gəldi Hanın evinə. Artıq Hanın evinə gələndə, Hanını ki çağırdılar, İbn Ziyad ki gəldi Kufəyə, Hanını evinə dəvət elədi. Təbii ki, Hanı onun görüşünə gəlmədi. Tarix yazır ki, gəlmədi. Xəbər göndərdi ki, xəstəyəm. Xülasə məcbur elədi, gəlsin. Hanı gələndən sonra Hanı ilə arasında diyaloq baş verdi. Hanı ilə çox, tarix yazır ki, çox kobud rəftar elədi. Qışqırdı onun üstünə, Hanı ilə. İmam Hüseyn əleyhissalam isə əlbəttə ki, o məktublara cavab olaraq gəlirdi. Yəni imamın gəlişi də hikmət üzündən idi. Yəni imam əlazı boş-boşuna gəlmirdi. Amma höccəti tamam eləmək üçün gəlirdi. Təbii ki, bilirdi. Yəni o müəyyən Əli əleyhissalamdan ki, hərəkətləri ki olmuşdu. Yəni Əli əleyhissalama ki, etibarsızlıq eləmişdilər. Əli əleyhissalamın haqqında ki, zülm eləmişdilər. Əli əleyhissalamı ki, yormuşdular. Hətta Əli əleyhissalamın bəzi xutbələrində biz görürük ki, elə bir formada onlarla danışır ki, bəli, İmam Hüseyn əleyhissalam bunları bilirdi. O demək deyil, bilə-bilə gedirdi. Yox, bəlkə hidayəti olacaqdılar. İmamın vəzifəsi hidayət eləmək idi. Və İmam Hüseyn əleyhissalam bir imam olaraq getməyə bilməzdi. Çünki bunlar bu qədər məktub verib çağırıblar. Bir məsələni də qeyd etmək istəyirəm. Bəli. Məsələn, bəziləri görürsən ki, bu məsələni qarışdırırlar ki, belə deyək də, məsələn, İmam Hüseyn əleyhissalam qeyb aləmi ilə bu məsələləri bilirdi, niyə getdi? İstəyirəm bu məsələyə bir dənə, bu məsələyə toxunmaq istəyirəm. Bəli.
Məsələn, bu qeybi məsələ, o Həzrət Peyğəmbərin o vaxtı Peyğəmbərin bir dəvəsi itir, Peyğəmbər dəvəsini axtarır, eləyir. Münafiqlər deyirlər ki, bəs sən Peyğəmbər idin, nə oldu bəs? Bəli. Peyğəmbər sonra Cəbrail nazil oldu ki, sənin dəvən filan yerdədir. Peyğəmbər də çıxırdı ki, mən də sizin kimi bir insanım. Yəni Allah mənə qeyb elmini bildirməsə, mən heç nədən məlumatlı deyiləm. Allah mənə bildirirsə, mən onda məlumatlıyam. İmam Hüseyn əleyhissalam da, məsələn, bəziləri burada belə qarışdırırlar ki, elə bilirlər ki, imam, Peyğəmbər mütləq elmə sahibdir. Yox, yəni imam da Allah harda nə icazə verirsə, onu biləcəm. Ola bilər ki, İmam Hüseyn əleyhissalam bilirdi, şəhid olacağını bilirdi. Bəli, özü də amma xəbər vermişdi həmin yolda məsələn bu Kərbəla bu səfərdə şəhid olacağını ola bilsin bilməsin, sonra bilsin. Bəda baş verə bilərdi. Məsələn, orada üzr istəyirəm, bəda baş verə bilərdi. Bəlkə bu hadisələr olmazdı. Bəli, məsələn Həzrət Əli əleyhissalamla bağlı Peyğəmbər buyurur ki, ya Ali, səni Ramazan ayında öldürəcəklər, Qədr gecəsində öldürəcəklər. Amma hansı Ramazan deməmişdi? Hansı Ramazan bilmirəm. Yəni ola bilər ki, məsələn İmam Hüseyndə də bu cür olsun. Yəni belə deyək də, bu cürə deyil ki, bütün belə deyək də baş vermiş hadisələri İmam Hüseyn əleyhissalam Məkkədən Kufəyə gələndə hamısını görmüşdü. Yəni bu anlamda deyil. Üzr istəyirəm, bizim əlimizdə tarixi bir sənəd yoxdur. Hədis ya tarixdən nəsə bir şey mənbə, yəni söz olaraq yoxdur. İmam Hüseyn əleyhissalam belə bir şey desin ki, mən qeybi elmimlə bilirəm, bunlar etibarsızdılar və etinasızlıq edəcəklər. Mən də atam Əlini təş qoyduqları kimi məni də qoyacaqlar. Belə bir şey əlimizdə yoxdur. Sadəcə biz ki, imamın qeybi elmindən xəbərdardır deyənə bu ifadələri deyirik. Amma əslində yox, belə deyil. Yəni belə deyil də, məsələn, o ki gəldi İmam Hüseyn Kərbəlaya çatdı. Orada məsələn mümkün, orada belə deyil də, bəzi hadisələrin baş verməsindən adam bilir ki, artıq İmam Hüseyn əleyhissalama qeyb elmini Allah dedi ki, siz şəhid olacaqsınız. Onu əvvəlcədən də, üzr istəyirəm, əvvəlcədən də bilirdi. Özü dəfələrlə demişdi. Məsələn, Ümmə Sələmənin Həzrət Peyğəmbərdən nəqli var ki, İmam Hüseyn əleyhissalamın şəhadəti haqqında. İmam Hüseyn əleyhissalam özü də öz şəhadəti haqqında xəbər verib. Yox, şəhadəti barədə xəbər verib, məsələn, bütün imamlar bilir ki, şəhid olacaq. Bəzi böyük şəxsiyyətlərin biz yaşamına baxırıq, görürük ki, bunlar belə də adi xəstəliklə ölən insanlardan bunlar elə şəhid olmalıdırlar Allah yolunda. Amma nə vaxt, məsələn, İmam Hüseyn əleyhissalam Məkkədən üzü Kufəyə gələndə bilirdi ki, bu gedəcək, belə hadisələr baş verəcək, yəni konkret bir cavab yoxdur. Yəni deyim ki, yenə deyirəm, qeyd etdiyim kimi, yəni əlimizdə tarixi bir sənəd yoxdur ki, İmam Hüseyn əleyhissalam desin ki, mən bilirəm bu hadisələr baş verəcək, amma yenə gedirəm. Axı bu hikmətsiz olar da əlazıbillah. Yəni imamdan sadəcə o adi bir belə deyək də, belə bir cəmiyyət azıb, Həzrət Peyğəmbərdən sonra cəmiyyət hansı kökə düşdü? Hədis demək qadağan oldu. Əhl-Beyt əleyhissalam dostları təqib olundu. Hətta İmam Həsən əleyhissalamın Muaviyyə ilə o sülhü ki var, orada bəndilərdən biri nə idi? Deyir ki, sən heç kimi musilə eləməyəcəksən. Fiqdə bilirik musilə nədir? Burun kəsmək, qulaq kəsmək, dodaq kəsmək. Və bizim dostları təqib etməyəcəksiniz. Bunlar nəyə göstərir? Cəmiyyət hansı bir hala düşmüşdü, vəziyyətə düşmüşdü. Həzrət Peyğəmbərin rəhlətindən müəyyən illər keçirdi. Ona görə İmam Hüseyn əleyhissalam bu ümidlə ki, gəlirdi ki, inşallah ki, hidayət olarlar və məni ki, çağırırlar və elə həqiqətən də istəyirlər ki, mən gəlim onlara rəhbər olum. Amma yenə deyirəm, tarix qeyd edir ki, bunlar çox etibarsız insanlar idi. Əli əleyhissalam xütbələrinin birində buyurur ki, xütbə təbii ki, biraz genişdir. Buyurur ki, İləllahı əşku min məşərin yavşuna cuhalən və yamutuna zulalən. Kufədə olan xütbələrindəndir. Deyir, Allah'a şəhət edirəm o cəmiyyətdən ki, cahil yaşayıb, yolun azmış halda ölürlər. O cəmiyyət elə bir cəmiyyət idi. Məsələn, orada elə Həzrət Əlinin məzlumiyyəti elə orada görsən. Çox sual verir orada ki, bilmədiyinizi mənə soruşun. Səluni qəblən təfquduni. Biri deyir, başında nə qədər. Üzr istəyirəm, gəlib hətta başqa bir rivayətdə var, deyir, ulağımın tükü nə qədərdir. Elə bir cəmiyyət idi. Amma yenə imam, axı bu hidayət nurudur. Bu insanları hidayət eləmək üçün gəlib. Hər şey qeybi, üzr istəyirəm, qeybi elmi ilə baxsa və sonda gəri getməməli idi ora. Bəs yaxşı bu bilirdisə, onda səbəb nə idi getməkdə? Yəni Allah istəyəndə İmam Peyğəmbər qeyb elmin bilir. Bilir, məlum məsələdir. Mütləq elmə sahib deyil ki, mütləq elmə Allahdadır, əlbəttə ki. Yəni bəziləri qarışdırırlar ki, imamdır, Peyğəmbərdir, mütləq elmə sahibdir, qeyb elmin hər dəfə bilir. Yox, yəni Allah istəyəndə bilir. Allah istəməyəndə bilmir. Əli əleyhissalam həmin bu xütbənin ardında buyurur, yəni cəmiyyəti, o Kufə cəmiyyətin necə tərənnüm etdirir bizə. Bəs bunu demək istəyirəm. Buyurur ki: "Və la sil'atun anfaqu bey'an və la
əğlələ səmənə minəl kitabı İzə hurrifə əmmə vadihi. Deyir, elə ki bu kitab, Qurani Kərim elə ki öz yerindən təhrif olundu. Yəni təhrif olundu necə? Sizin istəyinizə uyğun, məqsədlərinizə uyğun təhrif olunduqda sizin yanınızda bundan dəyərli bir şey yoxdur. Siz belə bir cəmiyyətsiniz. İmam qalırdı, məsləhət, məşvərət eləmirdilər. Ardıca vurur ki, bəli, və la indəhum ənkaru minəl ma'rufi və la a'rafu minəl munkəri. Deyir, sizin yanınızda yaxşı şey pisdir. Pis şeylərdə yaxşı, siz belə bir cəmiyyətsiniz. Bəs İmam Hüseyin əleyhissalam Müslüm ibn Əqil öz əmsi oğlunu bir öz tərəfindən nümayəndə elçi olaraq o cəmiyyətin sədaqətini yoxlamaq üçün göndərirdi. Amma əfsuslar olsun ki, Müslüm orada şəhid oldu. Hanidən sonra Müslümü şəhid elədilər. Çünki Muxtar Səqəfinin evinə pənah aparmışdı. Tarix yazır ki, 18 minə qədər insan gəldi orada beyyət elədi İmam Hüseyin əleyhissalama. 18 minə qədər Müslümlə. Və hər dəfə Müslüm İmam Hüseyin əleyhissalam məktubun bunları oxuduqda bunlar şövqlərlə ağlayırdılar ki, bizim rəhbərimizin məktubunu biz oxuyur, bizə onun sözünü çatır. Amma əfsuslar olsun, Əli əleyhissalam qeyd etdiyi kimi bunlar çox etibarsız bir dənə cəmiyyət idi. Neyin edilər? Müslümü də təşk qoydular. Allah köməyiniz olsun Azər, çox sağ olun. Təşəkkür edirəm, var olasın. Bugünkü verilişimiz tamam olur inşallah. İnşallah gələn verilişlərdə görüşənəcək. Sağ olun, Allah'a emanet olun.